Bəli, bugün Samsung'un en son ve en ucuz smartfonu olan Samsung Galaxy A07 4G modeli hakkında danışacağıq. Onda sözü çox da uzatmayaq, gəlin başlayaq. Deməli, ilk qiymətdən başlamaq istəyirəm dostlar. Siz bunu normalda bu ərəfələrdə böyük filiallardan 330 manata tapa bilərsiniz, amma endirimləri təqib etsəniz 300 manata qədər də tapa bilərsiniz. Amma ki, lap böyük endirimlərdə Qara Cümə, Yeni il bayramı endirimləri kimi və s. bunlarda 260 manata qədər düşdüyünü də görmüşəm. Eyni ilə kiçik mağazalardan da aldıqda böyük filiallara nisbətən yenə ucuz başa gəlir. Və bu arada dostlar, telefonun adaptörü qutusundan çıxmadığı üçün onun üçün də əlavə pul verməli olacaqsınız. Yəni bu da sizə təqribi 300 manat ilə 350 manat arası büdcə lazım olduğunu göstərir. Ekran və dizaynla başlayaq. Samsung bu dəfə korpusun qalınlığını kəskin şəkildə azaldaraq cəmi 7.6 mm səviyyəsinə endirib. Telefonun ağırlığı isə cəmi 184 qramdır. Qiymətinə görə məncə çox yaxşıdır. Ekran tərəfinə keçdikdə isə bizi 171.3 mm-lik, yəni 6.7 düymlük olduqca nəhəng bir PLC LCD ekran qarşılayır. Bu ekranda 90 Hz yenilənmə sürəti dəstəklənir. İnterfeysdə gəzmək, sosial şəbəkələrdə hərəkət etmək və ana menyuda keçidlər bu qiymətə görə kifayət qədər hamar və axıcıdır. Amma kiçik ekranın ən böyük mənfi tərəfinə Samsung bu boyda nəhəng ekrana cəmi HD+, yəni 720-yə 1600 təsvir ölçüsü qoyub. Bu da o deməkdir ki, ekran hər düyümünə düşən piksel sıxlığı, yəni ppi dəyəri təxminən 262 ppi civarındadır. 6.7 inçlik nəhəng bir ekranda bu qədər aşağı piksel sıxlığının və HD+ keyfiyyətinin olması çox böyük nöqsandır. Heç olmazsa Full HD+ gözləmək olardı. Yəni yaxından baxanda ekrandakı pikselləri, yazılardakı xırda kədə-kötürləri və detalsızlığı rahatca hiss edə bilərsiniz. YouTube-da yüksək kəskinlikdə filmlər və ya oyun videoları izləmək üçün bu ekran sizi tam qane etməyəcək. Həmçinin korpus tamamilə plastik materialdan hazırlanıb və ələ premium yox, ucuzluq hissi ötürür. Düzdür, 300 manatdan metal gözləmək olmazdı, keyfiyyətli plastikdə gözləmək bəncə ola bilərdi. Yəni minimum əmək haqqının 400 manat olduğu bir dövrdə. İndi isə telefonun beyninə nəzər salaq. Galaxy A07 modelində köhnə və zəif çiplər tamamilə dəyişdirilib. Bu qiymətə normalda çox pis prosesorlar qoyulur. Amma Samsung bizdə burada əla bir xəbər verir, çünki bura MediaTek G99 prosesoru qoyub. Ən əsas məqam odur ki, bu prosesor daha kiçik və daha səmərəli olan 6 nanometrlik texnoloji prosesorla istehsal edilib. Nanometrin kiçilməsi telefon üçün böyük üstünlükdür. Cihaz daha az enerji xərcləyir, ağır yüklərdə az isinir, tətbiqləri sürətlə açır və tapşırıqlar arasında keçidi problemsiz təmin edir. Bizim yerli bazarda satılan 6 GB RAM və 128 GB daxili yaddaş kombinasiyası 300 manatlıq büdcə üçün çox yaxşı bir göstəricidir. Sistem istifadəçiyə təxminən 109 GB boş sahə qalır. Həmçinin yaddaşı microSD kart vasitəsilə 2 TB-a qədər artırmaq mümkündür. Arxa planda WhatsApp, TikTok, Showroom eyni anda açıq qalsa belə 6 GB RAM sayəsində sistem donmur. Proqramları yaddaşda rahatlıqla saxlayır. Gündəlik dərslər, sosial şəbəkələr və gündəlik istifadə üçün bu performans tam yetərlidir. Oyun testlərinə də biraz danışmaq lazımdır, çünki bilirəm bu videoyu sırf oyuna görə izləyənlər də var. Məsəl üçün PUBG Mobile-dən misal göstərim dostlar. Prosesor digər, yəni bu qiymətdə olan prosesora nisbətən daha yaxşı olduğu üçün PUBG-də Super Smart üstəgəl ultra ayarında etsəniz 60 FPS sabit ala bilərsiniz. Amma bu o demək deyil ki, droplar yaşamayacaqsınız. Adamların çox olduğu yerdə və yaxud da ki, telefonun həddindən artıq isindikdə FPS düşmələri yaşaya bilərsiniz. Eyni ilə digər oyunlarda da 30-60 FPS arası gözləyə bilərsiniz. Amma bu o demək deyil ki, AAA oyunlarını bu telefonda oynaya bilərsiniz. Ümumiyyətlə bu telefonda telefonu yoran oyunlar oynamaq tövsiyəli deyil. Və onu da qeyd edim ki, dostlar, bu telefonda təəssüf ki, giroskop yoxdur. Kamera imkanlarından da biraz danışaq. Çünki bu hissədə
diqqət edilməli məqamlar var. Arxa tərəfdə 50 megapiksellik rəsmi ProGrade əsas kamera və yanında 2 megapiksellik köməkçi dərinlik sensoru yer alıb. Ön tərəfdə isə kiçik bir kəsik daxilində 8 megapiksellik selfie kamerası var. Video çəkilişinə gəldikdə cihazın maksimum Full HD, yəni 1080p təsvir ölçüsündə saniyədə 30 kadr çəkə bilir. Slow motion, yəni yavaşladılmış çəkiliş isə HD keyfiyyətində 120 FPS-dir. Gündüz vaxtı yaxşı işıqlandırma olan mühitlərdə 50 megapiksellik əsas kamera qiymətinə görə çox detallı, işıq kölgə balansını düzgün tənzimləyən və rəngləri canlı əks etdirən şəkillər çəkir. Advanced Image Processor sayəsində büdcəsinə görə stabil fotolar almaq olur. Keçək mənfi tərəflərinə. Rəsmi xüsusiyyətlərində də qeyd olunduğu kimi bu kamerada optik sabitləşdirmə, yəni OIS dəstəyi yoxdur. Bu deməkdir ki, hərəkət edərkən, yeyərkən video çəksəniz, görüntülər çox ciddi şəkildə titrəyəcək və bulanıq olacaq. Həmçinin hava qaralan kimi, gecə vaxtı və ya otaqda işıq azalan kimi şəkillərdə kəskin şəkildə küy və dumanlanma başlayır. Gecə çəkilişləri isə peşəkar videolar üçün bu kamera çox zəifdir. Bateriyadan da biraz danışaq. Cihazda 5000 mAh həcmində çıxarıla bilməyən standart batareya istifadə olunub. Bateriyanın gücü kağız üzərində startdan görülə bilər. Amma buradakı əsas üstünlük tamam başqadır. Helio G99 prosesorunun alınan 6 nanometrlik qənaətçi strukturu və ekranın Full HD yox, sadəcə HD plus təsvir ölçüsü olması batareya ömrünə inanılmaz dərəcədə müsbət təsir edir. Ekran və prosesor enerjini o qədər minimal səviyyədə xərcləyir ki, gün ərzində həm sosial şəbəkələrdə aktiv qalsanız, bir neçə oyun oynasanız, musiqiyə qulaq assanız, telefonun ən axırda batareya şarjı 5-10% qalacaq. İndi isə bu telefonu rəqiblərindən fərqləndirən və 300 manatlıq büdcədə onu önə çıxaran ən böyük özəlliyə gələk. Samsung bu ucuz smartfona tam 6 nəsil əməliyyat sistemi yenilənməsi və 6 təhlükəsizlik yenilənməsi dəstəyi verir. Cihaz tamamilə yenilənmiş və istifadəsi rahatlandırılmış One UI 7 interfeysi ilə gəlir və tam 6 il boyunca, yəni 2031-ci ilin avqust ayına qədər rəsmi təhlükəsizlik yenilənmələrini alacaq. Bu qiymətə heç bir Çin brendi bu qədər uzun müddətli proqram təminatı dəstəyi vermir. Digər maraqlı özəllik isə IP54 toz və su sıçramalarına qarşı qoruma sertifikatıdır. Bu qoruma sayəsində telefon tozlu mühitlərdə, yağışlı havalarda su sıçramalarına qarşı dözümlü və rahatlıqla istifadə oluna bilər. Yekun qərara gələk. Gəlin hər şeyi tərəziyə qoyub yekun qərarımızı verək. Samsung Galaxy A07 mükəmməl bir telefon deyil əlbəttə. Ekranın 720p olması, HD plus olması və cəmi 262 pps təqdim etməsi, daxilində fiziki giroskop sensorunun olmaması, qutudan adaptorunun çıxmaması və kameranın zəif gecə performansı bu cihazın ən bariz mənfi tərəfləridir. Amma digər tərəfdən cəmi 300 manat büdcə ilə rəsmi zəmanətli, 6 GB RAM və 128 yaddaşlı, 184 qram yüngül korpusu olan, PUBG-nin Super Squad Plus axıcı qrafikallarda 60 FPS oynadan və ən əsası düz 6 il proqram dəstəyi alan ikinci bir Samsung modeli və ucuz olan bazarda yoxdur. Əgər büdcəniz limitlidirsə, uzun illər proqram problemi yaşamayacağınız etibarlı bir telefon axtarırsınızsa, bu sadalığın mənfi tərəfləri göz yumub bu cihazı almaq olar. Sizcə bu qiymətə bu xüsusiyyətlərdə olan Samsung almağa dəyər, yoxsa bu büdcədə fərqli Çin brendlərinə baxmaq da məntiqidir? Öz dəyərlərinizi, fikirlərinizi rəy bölməsində mütləq qeyd edin, hamısını oxuyacağam. Kanala abunə olmayı və videoyu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.